Hamıya salam. Bugün mən, Məhəmməd və Bari Tanış olun. tanış olun. Bu Bari, onsuz da tanışsınız. Adı var. Adı Baridir. Bizim dipçəyimiz. Çox şey danışıram elə bil. Yox, sən burada elə bil ab-hava yarandı ki, elə bil ki, televiziyaya qonaq gəlmişik. Çox belə rəsmi oturmuşuq da. Zəhmət olmasa şeirlərinizdən Çoxdandır fikir versən biz məlumat xarakterli çəkmirik. video çəkmirik. Bu gün bilirsiniz nə çəkəcəyik? Məlumat xarakterli video. Dedim bugün olar. Bu gün biz istəyirik ki, sizlərlə bir yerdə, yəni sizlərlə bir yerdə deyəndə ki, siz baxırsınız, biz eləyirik. Bu ki. Elə bilin ki, təsəvvür elə burdasan. Hə, təsəvvür edin ki, burdasınız. Bizim məqsədimiz bu gün odur ki, espressonun dəmlənmə qaydası, espresso haqqında ümumi məlumat, bu bazı içki sayılır. Yəni espresso coffee shopda verilən içkilərin fundamentidir. Onun üçün də biz espressonu düzgün dəmləməliyik, espressonu düzgün təqdim etməliyik, nə olduğunu düzgün anlamalıyıq, düzgün şəkildə satışını etməliyik. Espressoda insanların çoxsu onun nə olduğunu bilmir, ayılmaq üçün içki olduğunu bilir, düşünür, belə deyil. Espresso ayıldırmı? Espresso ayılır deyəndə ki, bunun tərkibində kofein var da, kofein insana təsirinə bağlıdır. Amma espressoda ən çox kofein espressodur. Yox, espresso sadəcə içkinin içindəki belə deyim, digər içkilərə nisbətən içkinin içindəki su miqdarı azdır. Yəni o təzyiq altında və çox az miqdarda olur. Ona görə cəmaət elə bilir ki, onun sərtliyindən cəmaət elə başa düşür ki, bu güya ayıldıq. Belə deyil. Siz eyni kofein miqdarını ala bilərsiniz digər içkilərdən. Yəni belə deyim də, bu da belə olmur. Amma məsələn filtre kofedə su daha çoxdur. Daha çoxdur. Yəni belə çıxır ki, kofein daha çoxdur. Yəni Filtrdə kofein daha çoxdur. Hə. Hədə? Hə. Bilmirdin? Yox, sən deyirsən su çoxdur deyə filtrdə kofein. Yox, yəni bu nisbətlə deyirəm. Belə yanaşırlar. Suyu azdırsa ayıldır, suyu çoxdursa ayıltmır, belə deyil. Hə, yox, ayıldır. Yəni espresso konkret olaraq ayıltma məqsədi deyil. Espresso suyun və kofeinin müəyyən qramajda olan kofeinin düzgün üyütmə dərəcəsində 8-9 bar təzyiqi altında müəyyən olunmuş saniyələr çərçivəsində dəmlənmiş formasıdır. Dəmləmək üçün espressoya nə ehtiyac var? Espresso maşını, kofe üyüdən sırf espresso üçün ayarlanmış, sırf espresso üçün planlanmış bir grinder lazımdır. Grinder mütləq şəkildə standartlara cavab verməlidir. Ay kofe üyüdülür, sonra bir dənə bunkerdə dayanılır. O bunkerdə üyüdülmüş kofe dayanır. Qardaş, kofeni üyütdüm, dəmlə. Dəmləmədin, o qaldırıcı o keyfiyyətini itirir. Proseslər 3 qat sürətlənir, belə düşünün. Təsəvvür edin ki, bağlı bir dəndən qaz nə vaxt çıxır, nə qədər oksidləşmə prosesi gedir və üyüdülmüş bir dəndən nə qədər. O üyüdülüb deyə ucaltı mikronlara bölünür. O üyüdülüb deyə daha çox oksigen daxil olur, deqazasiya baş verir, karbon qazı çıxır. Degazing prosesi kofenin tərkibindən qovulduqdan sonra karbon dioksidin çıxma prosesi adlanır. Yəni kofe qazla qovulduğuna görə kofein tərkibindən qaz çıxma prosesi degazing adlanır. Düzdür, sual yarana bilər ki, bəs tokla qovuran maşınlar, orada da degazing prosesi var, bu çox az çəkir. Degazing prosesi espresso üçün qovulmuş kofelərdə daha uzun çəkir. Nəyə görə? Ona görə ki, daha uzun çəkir o deməkdir ki, daha gec çıxır qaz onun tərkibindən. Dadının pikləşmə periodu var da, dadı pikdə olur daha gec. Nə üçün? Çünki daha çox qovurulub. Həm daha yuxarı temperaturda qovurulub, həm daha uzun vaxt ərzində qovurulub. Buna görə də kofenin degazasiya prosesi espresso daha çox çəkir. Biz filtri 1 həftə gözləyiriksə, espressonu 2 həftə gözləyirik, 14 gün gözləyirik. O da gətirir ona çıxardır ki, espresso qovurmaları biraz daha çox dinlənməlidir. Fresh coffee bu bazarımızın ən populyar sözüdür, fresh coffee. Fresh coffee dəmləmə olar. Sadəcə dadı istədiyiniz dadı verməyəcək. Stabilliyi olmur. Stabilliyi olmayacaq. Amma yenə də siz dəmləyib bunu servis edə bilirsiniz. Prosta sadəcə olaraq fresh coffee içirsiniz. Yəni dad keyfiyyəti biraz aşağı olur. Dadının flavorlarının açılma prosesi biraz uzun çəkir. Gərək siz onu biraz daha çox dəmləyəsiniz. Düşünün ki, dəmlənəndə orada qaz, yəni puzroklar alınır. O dəmləmək prosesinin qabağını alır. Yəni degazasiya budur. Espressodakı hazırladığımız zaman biz mütləq şəkildə bilməliyik ki, bu hazırladığımız içki nədir? Ümumiyyətlə biz fikir verməliyik ki, bu içkinin 90%-dən çoxu sudur. Demək ki, bizim suyumuz təmiz olmalıdır. Ölkə kofe shoplarında tez-tez kofe maşınlarında problem yaranmağının səbəbi, kofe maşınlarının tez-tez təmirə getməyinin səbəbi və təmirə gedəndə probleminin tapılmamaq səbəbi, problem üstündə uzun müddət çalışmaq səbəbi, espressonun dadlarında stabilliyin itməsi və bu tip səbəblərin böyük bir hissəsi su və su filtrlərindən ibarətdir.
Biz bunu sizə başa salacağıq. Necə eləmək lazımdır əziz sahibkarlar buna və baristalar baxsın, öyrənsin ki, sahibkara çatdırsın da, sahibkarın üstünə atırlar hər şeyi. Coffee açmısan, əlində pul var. Açmısan, kiməsə güvənmirsən ki, bu sənin işi gözündə. Bunu bilməyəndən sonra sən nə bilərsən? Təsəvvür et, tap-patap o girir, bu İvan gəlir, Petrov çıxır da, usta kimi gəlir, bunu düzəldir, bu burası xarab olur. Əsas problem qalır qıraqda, aparatı dəyişiklikləri ilə. Bu da gəlir espressionun dadına təsir edir. Məqsəd odur ki, o 36 qram, 38 qramlıq içki dadda alınsın. Amma hər şeylə əlləşirlər. Baxırsan, suyun yaxşı olmayandan sonra o alınmayacaq. Suyun olmayandan sonra orada narahat edən dadlar olacaq, çirkli dadlar olacaq. Mineral çox olanda kofedə konkret dəmləmə çox gedir deyə yanmış dadlar faktiki çox olacaq. Yəni belə də içirsən deyirsən, adamın ağzı üzü büzülür də. Yəni espresso çox önəmli bir hissəsidir kofenin. Espresso bu kofe sferasında mən əminəm ki, hamı bilir ki, espresso necə dəmlənməlidir. Sadəcə olaraq hamı bilmir ki, o necə düzgün dəmlənməlidir. Prosta dəmləməyi hamı bilir. Mən əminəm ki, onun düzgün dəmləmə məsələsi bu yaxınlarda bir dənə yerdə biz espressonun dadına baxmaq istəyirdik. İstəyirdik prosta. Espressonun dəmləyən zaman mən baxıram ki, üydümə dərəcəsini düzgün tutmaq üçün, hər şeyi stabil standart saxlamaq üçün barda hoqqa gedir. Əslində bu çox asan bir şeydir. Öyrənmək üçün sadəcə praktika lazımdır. O praktikaya vaxt ayrılmır, təlimlərə vaxt ayrılmır. Bu elə bilirsiniz ki, 5 dəqiqəyə öyrənə biləcək bir şeydir. Basdın, üyütdün, verdi, dəmlədim. Elə deyil qardaş. İstədiyi almayasan, onun üçün təlimlərə vaxt ayırmasan. Təlim də pulsuz eləmişik. Sən problemi aradan qaldırmaq üçün çalışmırsan, hələ əlavə problem yaradırsan. Əlavə problem yaradırsan. Onun üçün də espressonu düzgün dəmləməsən, bu baxış tərzidir. Espressosunu dəmləyə bilməyən barista o şirkəti inkişaf etdirə bilməz. Məşhur bir dənə populyar söz var bizim bazarda ki, kofe keyfiyyəti, kofenin keyfiyyəti dəmləmək və kofenin elmi tərəfini öyrənmək vacib deyil. Əsas bunu satmaq və bunun üçün şərait yaratmaqdır. Yox. Şəraiti yaradan ən yaxşı adam onun haqqında ən çox məlumat olan adamdır. Satmaq və aldatmaq. Yəni sadəcə satış eləmək. Bizim satmağa çalışdığımız məhsul o deməkdir ki, sizin əlinizdə məhsul var, o keyfiyyətli məhsuldur və yaxud keyfiyyətsiz məhsuldur. Keyfiyyətsiz məhsulu olduğu kimi tanıdıb satmaq, keyfiyyətli məhsulu da keyfiyyətsizdən fərqini göstərib yenə olduğu kimi satmaq. Bu ən düzgün və halal satış strategiyasıdır. Qardaş, əsas məsələ qalıb qıraq deyə, məsələ nədir? Birincisi, bir şirkətə espressosu dadlandırma eləyirsən ki, məndən espresso üçün bu kofeni al. Bu kofeni dəmləyə bilən yoxdur bağın dalında və satan da dəmləyə bilmir. Düzdür? Kofe shopun var. Sahibkarın üstünə qarı axıda. O bəyənən şəxsdir. Bəyəndirən yaxşı bilməlidir. Bəyəndirən düzgün dəmləməlidir. Bəs bəyəndirəni də bilməyən təyin eləyib axı ora. O başqa mövzudur da. Çox fundamentdə problem var. Mən bundan əvvəlki videoda demişdim, problem fundamentdir. Bu problemləri buraya gətirib çıxardan insanlar konkret olaraq bu işdə maddi tərəfdən qabağa düşməyə çalışan insanlardır. Pul qazanmaq üçün bu insanlara gündəlik içilən produktun düzgün formasını verə bilmirlər deyə ancaq satış eləməyə bacarırlar. Sonra da bacarmırlar. Prosta alan adam baş çıxmır. Bunu satan dəmləyə bilmir. Alan dəmləyə bilmir. Bu obyektin yiyəsi bu dadlı espresso içmək istəyir. Sadəcə qane olunur. Qane olunur. O istədiyini almır. Prosta belə demək yola verir. Da bir şey eləməlidir, nə etsin? Azərbaycanda yox demək qabiliyyəti yoxdur. Mən deyə bilirəm, bu yox. Satan adam da satan. Çünki problem nədən gəlir? Produktda keyfiyyətə önəm verməyib deyə konkret olaraq onu dəmləyə bilmir, bacarmır, bilmir necə eləsin. Hər şey bu demək deyil, amma bu böyük faktordur. Düzgün dəmləmək lazımdır. Düzgün dəmləmək üçün düzgün avadanlığı bilməlisən, suyu bilməlisən, kimyasını bilməlisən, tərkibində nədir? Yəni, təcrübə yoxsa sertifikat? Bizim ölkə üçün ümumi. Ümumi də olar, amma bizim ölkədə təcrübəli sertifikat deyək. Təcrübəli sertifikat. Çünki ancaq təcrübən yoxdur, sertifikatın varsa və yaxud sertifikatın var, təcrübən yoxdur. Sertifikat ümumiyyətlə nə üçündür? Sertifikat belə deyim, şəxsiyyət vəsiqəsidir. Sən bir ölkənin vətəndaşı ola bilərsən, konkret olaraq yaxşı vətəndaşsan. Yəni ölkədə yaxşı vətəndaşsan. Hər şeyin okeydir, adekvatsan, cinayətkar deyilsən, əlasan da, düzdür, okeysən. Amma şəxsiyyət vəsiqən yoxdur. Ölkədə hərəkətin var, hərəkətin yoxdur. Niyə? Çünki ölkə daxili qurumlarda, strukturlarda səni tanımır. Ölkə sənə vəsiqə verməyib, yoxdur, düzdür. Kofeni ölkə saysan, sertifikat vəsiqədir. Bilirsən, lap yaxşı, nə bilim. Mən sənin bildiyinə əminəm. Düzdür. Sənin sertifikatın olmasa, mən səni işə götürsəm, məndən nəyindən sübut edə bilərsən? Xaricdə və yaxud burada. Sən getsən Türkiyədə desən ki, Azərbaycan vətəndaşıyam, kimsə sənə pulun deyə bilər ki, vəsiqən yoxdursa inanmıram. Sən də vəsiqəni göstərərsən. Desən ki, mən professional kofe qovuranam, deyəcək qardaş, bu mənə nətə sübut edə bilərsən? Mən sənə görə 6 kilo, 12 kilo kofemi hədər eləməli deyiləm ki, verim get qovur baxım. Elə deyil də, o taraf kəfti gözləyir. Göstərməz. Nətə göstər? SKA sertifikatı. Azərbaycanda neçə dənə işçi elanı görmüsən ki, desin SKA sertifikatı olan barista tələb olunur. Azərbaycanda SKA sertifikatını tanıyan sahibkar yoxdur heç. Amma prosta orada yazır ki, 3 il tutaq ki, təcrübəsi olsun. Mən başa düşdüm də. Biz indi ölkədə kimin nə bilib, nəyi bilmədiyinə görə hərəkət eləsə, biz inkişaf edə bilmərik. Biz bunun qlobal formasını inkişaf elətdirməliyik. Biz bilməliyik ki, bu necə olur bu iş xaricdə.
Biz bunu xaricdən götürmüşük də. Bu bizim öz istehsalımız deyil axı bu kofe biliyi, düzdür? Kofe biliyi bizdən gəlmir, xaricdən gəlir. Düzdür? Xaricdə bunun ən pik nöqtəsini bilməlisən və gəlib onu öz özünə tətbiq etməlisən. Bu inkişafdır. Amma belə bir şey deyim. Tutaq ki, məndə SKA sertifikatı var. Tutaq ki, deyəndə var bu arada. Hə. SKA sertifikatı var. Mən o SKA sertifikatını işlədə bilmirəmsə heç bir yerdə. Necə işlətmək Bu istəyirsən? necə motivasiya verə bilər mənə? Məsəl üçün tutaq ki, harasa iş görüşməsində səndən bunu soruşan yoxdur, tələb edən bir yer Mümkün deyil yoxdur. işlədə bilməyəsən. Azərbaycanda harda işləyəsən? Bilmir, soruşmur çünki bilmir. Denən. Sən SKA sertifikatın var deməyə onun üçün bir şey Belə kəsb deyil. eləməyəsən. Sən indi belə deyim də, xüsusi yerlər var da. o deyəcək 3 il 5 il xüsusi yer nə qədərdir? Azdır, çoxaltmaq lazımdır da. Necə Çoxaltmaq çoxaldaq? lazımdır. Necə Necə çoxaldaq? Baba, düzgün danışıqlarla, düzgün maariflənməklə. Özün maariflən, bunun necə çoxalmağın olduğunu, özün yollarını bil. Mən axır vaxtda yönəlmişəm konsultasiyalara. Nəyə görə? Çünki mən istəyirəm ki, ölkədə mənim professional bacardığım bir yer var, bir şey var. Qovurmaq, dəmləmək. Mən bunu yaxşı bacarıram. Və mən bunun satışını da yaxşı bacarıram, normal formada. Çünki yaxşı təqdimat edə bilirəm. Bildiniz, malı olduğu kimi və maldan da çox yaxşı başım çıxır deyə digərlərindən ayırd edə bilirəm. Düzdür? İndi mən bunun digər yerlərdə yaradılmış formasının idealını görməsəm necə eləyərəm? Əgər mən bunun hamısını gəlib sənə verə bilməyəcəmsə, bunun mənası yoxdur. Deməli mən sən və sənin kimlər obyekt açırlar. Düzdür? Mən gəlib sizi tapmalıyam ki, sizə obyekti mən açdırmalıyam ki, açırsan da onsuz da pulu buraxanda məni buraxmalısan. Keyfiyyətli iş olsun. Mənə deyən ki, cibimə yoxdur, yəni mənlə işləməlisən ki, mən o işi keyfiyyətli görürəm sənin üçün. Orada da bu malımı qoyum, belə yayılsın. Bax bu belə deməkdir. Belə deyim də 5 il bundan qabaq kim fikirləşə bilərdi ki, Azərbaycanda bu tip coffee shoplar olacaq. Böyük, yaxşı viddi, yəni avadanlıqlı azadlar, yəni bu belə də heç kim bunu bilə bilməzdi, düzdür. Bu yavaş-yavaş tədricən bir dənə roster açıldı, Səfsüf ikinci roster açıldı, Səfsüf avtomatik rosterlər çoxaldı, specialty çoxaldı. Yavaş-yavaş görsəndə də keyfiyyəti necə bir şeydir. Ona görə coffee commercial-dan ayrıldı, specialty-yə gəldi. Düzdür. İçəridəki kadrların sayəsində oldu da bu. Çempionatlar keçirilənlər, yəni belə bu tip şeylər. Bu olmasa necə olacaqdı? Heç olmayacaqdı da. Tak ki, bunu eləmək üçün müəyyən dərəcədə əziyyət lazımdır və bəzi gözləntilər olmalıdır da. Yəni gözləməlisən. SKA sertifikatının haqqında sənə sual verilmişdi. SKA sertifikatı, hə. Ümumi sual bundan ibarətdir ki, SKA sertifikatı A few moments later. SKA sertifikatının açdığı qapılar bu oldu ki, mən düzgün formada qovurmanı öyrəndim. Mən onsuz da düzgün formada qovurmanı bilirdim. Hə. Amma SKA sertifikatı mənə həm bu sertifikatı aldığım adam Əli Rızanla tanış elədim. Mən öz qovurma biliklərimi daha da genişləndirdim. Yəni mən 10 dənədən 5 dənəsini bilirmişəm. Amma mən onda 10 dənə olduğunu yox, 5 dənə olduğunu bilirdim. Əli Rızadan mən gördüm ki, bu 5 deyilmiş, 10 imiş. Ona getdim, çıxartdım. Əli Rızaya salamlar buradan. Ona getdim, çıxartdım. Əli Rıza mənə öyrətdi, konkret sertifikasiyalar elədi. Sertifikatları alandan sonra mən artıq dünya bazarında tanınmağa başlandım. Kofelərim hər getdiyim выставkalarda verirdim, eləyirdim, əlaqələr yaranırdı. Artıq mənim kofelərimi digər qovmaçılar bəyənirdi, öz müəllimim və digər. Yavaş-yavaş yüksəlincə bu avtomatik qapı açılır. Sən səy göstərdikcə məsələ bunun dalını qabağını hesablamaq deyil. Məsələ bunu düz yolda səy göstərməkdir. Səy göstərmək, işləmək, professionallaşmaq üçün. Hər gün səy göstərməlisən. Heç vaxt demək ki, mən bilirəm. Bildim dedin dayandan. Sertifikat sənin müəyyən bir nöqtəyə qədər gətirən hissədir. Açdığı qapılarda connectionlardır və işin keyfiyyətli hissəsidir. Bu açdığı qapılardır. Almaq da necə olur? Sertifikat var dəmləmək üçün barista skills, qovurma, dadlandırma, su ilə bağlı sertifikat var, Yaşıl coffee var, introduction to coffee var. Bunların hamısının ayrı-ayrı öz imtahan. hər sertifikatında 3 dənə mərhələsi 3 var. mərhələsi var. Foundation, intermediate, professionaldır. Bunların hamısı belə deyim də verəndə məsəl üçün mən coffee qovurma üzrə professional qovurma sertifikatım var. Bunu bu professional sertifikatından sonra mən nə edə bilirəm? Artıq bunu təlim təlimi mənə keçirilir ki, mən AIST adlandırılır. Yəni mən coffee qovurma üzrə AIST oluram və artıq təlim keçə bilirəm, ödənişli təlimlər və mən də kimləri sertifikatlaşdıra bilirəm. Burada həm maddi maraq olur, həm mənəvi maraq olur ki, siz çox böyük insanlarla tanış olursunuz. Xarici ölkələrdən sizin yanınıza təlimlərə gəlirlər, insan connection'ınız böyüyür. Əlbəttə ki, ən böyük qazancı pul yox, insan olan adam üçün bu böyük bir addımdır. Açıq qapıdır. Siz buradan irəliləyib çox böyük addımlar ata bilərsiniz. Sizin ancaq marağınız puldursa, siz heç bir həyata şey qazanmayacaqsınız da. Həmişə də pul qazanmaq üçün əlləşəcəksiniz, bir şey olmayacaq arada. SKA sertifikatı sizə konkret olaraq işdə böyümə, connection çoxaltma və həm maddi, həm mənəvi tərəfdən inkişafı gətirib çıxarır. İmtahandan keçəndə də praktiki tərəfi olur, yazılı tərəfi olur. Həm praktiki, həm teorik tərəfi olur. Praktiki siz kimin yanında təlim almısınızsa, onun yanında keçirsiniz, o sizə müəyyən dəyərləndirir.
Yazılı tərəfi də 20-22 dəqiqəlik Skanın öz rəsmi saytında imtahan var. Onu keçirsiniz. Belə. Səhv eləmirəmsə Foundation-da 60%, o birlərdə də 70-80-i keçəndən sonra sertifikat alırsınız. Təxminən. Yəni belədir. Sertifikatın önəmi haqqında danışsaq çox uzun çəkər. Sertifikat çox önəmlidir. Həqiqətən bu işə dəyər verirsə, sertifikatı sizdə olmalıdır. Onsuz da Azərbaycanda Fransa bu gün sertifikatın önəmini hamı görür. 100% o. Çünki alanlar çoxdur. Bir gün olacaq. Alanlar çoxdur. Mən yanıma qovurmadan uşaqlar təlimə gələndə mən görürəm də. Yəni necə həvəslə yanaşırlar. Elə bir ki, insanlar bu kadrları ortaya çıxartmaq üçün başqa sertifikatı lazımdır. Sertifikat ölkədə gələndə inşallah sertifikat. İndi biz AIS-də oluruq inşallah mən və Lala AIS-dan biz inşallah AIS-də olacağıq. Yəni artıq biz insanlara onsuz da biz təlim keçib sertifikatlaşdırırıq. Prosta bu sertifikatı deyil, ölkə daxili bir dənə sertifikatdır. Artıq bunu AIS-də olandan sonra dünya üzrə tanınmış sertifikasiya eləyəcəyik. Azərbaycanda var idi sertifikatı keçənlər. O Turqut, Tima, Pərviz keçənlər var idi. İnşallah keçişim yaddan çıxartmadım. Nə qədər çoxalsa AIS-dələrin sayı avtomatik bunun sertifikatını alanların da sayı çoxalacaq. Sadəcə yenə deyirəm, gedəndə baxın görün ki, necə bir sertifikasiya. Əsas belə deyim də, bu işdə inkişaf üçün sizdə mütləq sensorika, yəni dadlandırma və dad analizi, qovurma və dəmləmə. Bu 3 dənəsi mütləq sizdə olmalıdır ki, siz ümumi qlobalda inkişaf edə biləsiniz. Bütün professor səndə olsa mümkün deyil ki, sən tanınmayasan. Həm ölkəndə, həm xaricdə tanınacaqsan. Çünki sənin müəllimin var, yanında adamlar var, xariclərə bu sertifikalara gəlsən, sertifikasiyan var, artıq bir işin professionalsan və avtomatik olaraq hərəkətin böyüyür, hərəkət zonan böyüyür, belə deyim sənə. Keçək espressonu dəmləməyimizə. Bəli. Espressonu dəmləyəndə biz nəyə fikir verməliyik? Birincisi espresso maşını. Düzdür, ev üçün dəmləmə alətləri var, DeLonghi, nə bilim o Flair var, Vakakoza, bu tip şeylər var. Amma biz söhbət professional espresso dəmləmə alətlərindən gedir. Bu alətlər iki hissəyə bölünür. Espresso dəmləmə alətlərinin var single boiler və multi boiler sistemi. Yəni içəridə bir ana boileri olan və siz digər qruppalara, yəni bu qruppa, ikinci qruppa. Bu qruppalara əlavə boiler ayrılmır deyə içəridəki temperatur görsənmir və içəridəki temperatur konkret idarə edə bilmirsiniz. Bu single boilerdir. Multi boiler sistemi qruppalara da əlavə belə deyim, boiler ayrılır və ana boilerdən gələn istiliyi burada avtomatik siz bunu idarə edə bilirsiniz. 95 ilə dəmlə, 92 ilə dəmlə, 200 ilə dəmlə özündən asılıdır. Şimdi biliyin nəyə çatır? 98 espresso dəmləyən var. Deyir 100 olsa da pis olmazdı. Ayşə. Yəni ona görə də espressonu dəmlədiyiniz zaman mütləq də avadanlığa fikir verməlisiniz ki, siz konkret olaraq avadanlığınız mən məsləhət görmürəm ki, bəzi avadanlıqlar var. Məsələn, bir dənə avadanlıq var, Kiss Van der Westen. Qəşəng avadanlıqdır. Avadanlığın dəmləmə baxımından, barın arxasında işləmə baxımından heç bir wow özəlliyi yoxdur. Yəni sən onu obyektivin konkret olaraq belə deyim də, bu aparatlar training center aparatlarıdır. Bu aparatlar biraz individual aparatlardır. Siz bunu salıb barın dalında istifadə edə bilməzsiniz. Marketoloji tərəfdən alıb idarə edə bilərsən, amma bu sənə çox yoracaq. Bir dənə kofeni dəmləmək üçün, yəni onun çox funksiyasından sən istifadə eləməyəcəksən də. Kiss Van der Westen'in daha çox satış belə deyim də, strategiyası onun konkret olaraq vidindədir. Yəni böyük bir wow bir şey yoxdur. Mən alaram Lamazokka alaram, Sanremo Victoria tipli avadanlıqlardan alaram və bunların hamısına fərqli bir şey eləmək istəsəm və rahat dəmləmək istəsəm mən Slayer alaram. Başqa heç almaram. Həm də belə bir şey var da, sənin professional bir baristan yoxsa barın arxasında, orada Tempest olsun. Hətta yəni bu avadanlığın ki, xüsusi funksiyaları var. Yəni məsələn avtomatsa Kiss Van o avadanlığı sən barda istifadə eləməyəcəksən. Sırf marketoloji baxımdan ancaq o qədər pul xərcləyə bilərsən. Dəyərsə xərclə. Dəymirsə o yəni çox vaxt ki dəymir də. Yəni təzəvvür avadanlığı almısan, espresso dəmləmək üçün sənə lazım olan funksiyalar bu digər daha ucuz avadanlıqda da var. Multi boilerdir və məsələn mən Sanremo-da ala bilərəm, racer bir avadanlıq kimi barıma konkret. Bir də ala bilərəm D8 ala bilərəm. Niyə D8-lə Sanremo? D8 multi boileri əladır. Mən vidinə və customize eləyə bilmə qabiliyyətinə görə mən Sanremo alıram. Racer'ın nəyə özəllikləri var? Siz burada kofeni öndələmə sistemini istifadə edə bilirsiniz. Yəni kofeni müəyyən bir vaxta qədər 3 barla dəmləyirsiniz. Avadanlığın multi-boiler sistemi var. Temperaturla oynaya bilirsiniz və avadanlığın temperaturunu, avadanlığın təzyiqini çox rahat şəkildə idarə edə bilirsiniz. Temperatur buradan ekrandan təzyiqi də altına idarə edə bilirsiniz. Yəni məsəl üçün 2 dənə sənə fərqli kofe istifadə edirsən, fərqli 2 dənə grinderin var. Birinin dəmləmə dərəcəsi 90 üstü, birində 90-dır. Birində 90, birində 90 qoy dəmlə. Bu espresso maşınının özəlliklərindən biridir və burada mütləq dərəcədə stimellərə fikir vermək lazımdır ki, bu stimellər məsələn kultaj sistemi var ki, bu nə qədər istifadə eləyin. Mütləq dərəcədə bu məsələn qızmır da, qızsa da dəmirdən tuta bilirsiniz. Görürsüz? Heç bir problem yoxdur.
Yəni istidir. Bəzən şlanqlar cırılanda görürsüz ki, tuta bilmirsiniz belə, amma ki burada konkret olaraq heç bir istilik yoxdur. Çünki kota sistemi var. Bu sistem ellərin özəllikləridir. Avadanlıqlar yəni belə valve funksiyalarından bu dəqiqə satılan avadanlıqların heç biri bir-birindən valve funksiyasından fərqlənmir. Vidinə görə çoxsu fərqlənir. İkinci əsasən kofeni üyütmədir. Kofe üyüdənlər, yəni grinderlər mütləq dərəcədə professional olmalıdır. Sizə nə lazımdır? Stabil üyütmə, mütləq dərəcədə kofe üyüdən avadanlıqların həm keyfiyyətli, həm də miqdar da çox havalandırma sistemi olmalıdır. Jurnava qızanda onu soyuda bilsin. Bundan əlavə avadanlıq smart olmalıdır. Yəni dəmlədiyiniz kofeni konkret avtomat istifadə edə biləsiniz deyə və siz orada hərəkətinizi görməlisiniz. Bu avadanlıqlar da məsəl üçün Myconingdir, Mazerdir, Victoria'dır, məsəl üçün Sanremo avadanlıqlarıdır. Sanremo'dur. Yəni var çox. Firenzato. Firenzato biraz daha aşağı segmentdir, amma belə pis deyil. Amma yəni iş görür. O yaxşıdır. Mənim məsələn ağlımda ən bəyəndiyim Mazerdir. Sonra da Myconingdir. Myconing nəyə görə? Çünki Myconing burasında tərəzisiz qoya bilirsiniz. Sən məsələn Mazda da customize edə bilirsən ki, burada tərəzisi olur. Bir də buna istifadə eləmirsən. Kofeni üyüdər zaman, kofeni dəmləyən zaman onun qramajını görmək və ölçmək mütləqdir. Yəni ölçmədin getdi. Gözə yarı milli ilə zadla yox, qramla, tərəzi ilə mütləq dərəcədə espressoların hamısı ölçülməlidir. Avadanlığı alanda fikirləşməlisiniz ki, altından mütləq tərəzi və kap qoyacaqsınız. Ona uyğun siz avadanlığı almalısınız, ölçüsünü verməlisiniz. Yəni bu şeylərə fikir verməlisiniz. Espressonun özü haqqında danışsaq, espressonun tərkibində 5 dənə dad var. Bu acılıqdır, şirinlikdir, duzluluqdur, turşuluqdur və umamidir. Dəmlənən zaman bu dadların hamısı periodik şəkildə dəmlənir. Bunların hamısı periodik şəkildə dəmlənir. Biz bunu dəmləyən zaman hiss eləməliyik ki, məsəl üçün mən sual verirəm, umami dadı nədir? Çox adam bunu bilmir. Umami biraz ədviyyat qisminə aiddir. Daha çox oxşar dadı, Roltonun ədviyyatı var. Onun ədviyyatının dadı konkret olaraq oxşuyur. Bu kofedə daha çox kofe fresh olan vaxtda ortalığa çıxır və yaxud kofenin qovurmasından asılı ola bilər ki, kofe az inkişaf olunsa, kofe tam şəkildə belə deyim qovrulmasa, qovurma problemləri olsa umami dadı ortalığa çıxa bilər. Fresh kofedə daha çox bu dad ortalığa çıxır. Digər şirinlikdir, turşuluqdur, acılıqdır. Acılıq da, turşuluq da bölünür. Turşuluq sitrik asid var, malik asid var, tropik asid, yəni bu bölünür. Süd turşuluğu, alma turşuluğu çoxdur, sirkə turşuluğu. Bunların yaxşı və pis tərəfləri var. Espressoda acılıq olmalıdır. Acılıq əlbəttə. Ümumiyyətlə acılıq dad olaraq varsa, bu konkret olaraq bu olmalıdır. Bu dadı bunu sən yığışdırırsan, olsa bilməyəcəksən. Bu yığışdırsan, bax kofenin tərkibinə acı dadı yığışdırsan, o kofe yaxşı kofe deyil. Çünki kofe, yəni acılıq söhbət dərman acılığından, torpaq acılığından, insan belə deyim də narahat edən acılıqdan söhbət getmir. Söhbət gedir məsələn greypfrut qabığının acılığı, limon qabığının acılığı, cedra deyirlər də, cedra qabıq acılığı var. Şokolad məsələn özünü bəzən acılıq kimi göstərir kofedə. Başqa nə karamel məsələn kofedə tünd dadlar siyahı. Yəni tünd dadlar siyahısına aid olan dadlar acılıq verir. Bunlar da pis dadlar deyil. Bəzən kofenin fermentasiya olunmuş kofelər belə insanlara acılığı ilə narahat edir. Halbuki o acılıq deyil. O sadəcə o bədənli olmağı, yəni kofenin kreminin çoxluğu, bədənli olmağı insanlara acılıqla çaşdırır. Bu da ölkədə dad bilmə analizi eləyən adamların az olmağıdır, sayının az olmağıdır. Kofein içirəm, deyir acıdır. Gəlirəm, deyirəm, dəmlə baxım, dəmləyirəm, özü dəmləyir, verir. Deyirəm, bu acı deyil, axı içir deyirəm, acı deyilmiş ki. Belə pis tutmasın, heç denəmədim. Gəldim, dayandım, prosta sənə barista dəmlədi, verdi, içdim, əla. Nəyi bəyənmirsən? Bayaq pis idi. Mən nə edirəm ki, mən gəldim, qorxdu gəldi. Elə olmur axı. Sadəcə olaraq anlamırsan. Anlamırsan nə etdiyini. Anlamaq lazımdır. Anlayan adamı işə götürmək lazımdır. Dəqiqədə bir staff dəyişim qovuşublara bu aiddir. Siz işçiyə hörmət eləmirsiniz. İşçiniz dəyişirsiniz, işçiyə hörmət eləmirsiniz ona görə. Onun üçün hörmət eləmirsiniz ki, işinizə hörmət eləmirsiniz. Sizin orada tək marağınız puldur. Ancaq pul fikirləşirsiniz, nə barın arxasında. Qardaş, barın arxasındakı avadanlıqla onu dəmləyən və o dəmlənənə, dəmləyən, dəmlənən və avadanlıq. Bu 3 dənə şeyə sən fikir vermirsən, hörmət eləmirsənsə, sən o işə hörmət eləmirsən. Sadəcə sənin marağın əlində pulun olub, kiminsə işini görürsən. Pul da özündə elə cəmaatın pulunu istifadə edirsən. İdeya verməklə deyil. İdeya verdiyin onu idarə eləməlisən, stabil eləməlisən, keyfiyyətli eləməlisən. Ancaq alım satın pul qazanın. Bundan harac milyon nəsə həkimisi. O deyirlər, falan obyekt var, oyda 5 dənə filialı var, 1 ton kofe alır. Klokla deyil sizdən Avropada. Klokla da qardaş, Avropada mən Avstraliya getmişdim, iynəni atırsan kofe shopa deyir. Bir dənə orada franşizalar, bir dənə orada proyektlər var ki, adamın Azərbaycan 10 dənə Azərbaycandan qoysan yayını onu fikirləşə bilməz. Niyə görə? Çünki başı çıxmır, girib Pinterestdən oradan buradan kimisə nə bilim proyektindən fırladır, gətirir, qoyur, başa düşdün, biraz ondan biraz olsun. Hətta biraz ondan biraz bundan götürüb bildin necə. Belə nə qədər sən ona yeyirsən, sənə də baxıb o pisi bunu yeyir. Belə obyektlər yığılır, başa düşdün. Sonra da deyirlər ki, Azərbaycanda dadlı kofe yoxdur.
Nətər yoxdur. Dadlı kofeyə şərait yaratmısan ki, olmasın. Dadlı kofe yoxdur deyən adam göz dadlı kofe bilir ki, nədir. Deməli biz indi espressonun dəmlənmə hissəsinə başlasaq, mən nədən başlayıram konkret? Birinci başlayıram filtrdən. Avadanlıqlar mütləq dərəcədə filtr suya qoşulmalıdır və kofe maşınkalarına əlavə başaq qoyulmalıdır ki, oradan nə pompa xarab olsun, nə də ki, avadanlığı istifadə edəndə ana su bazasından ancaq suyu çəkdiyiniz zaman o su başqa yerdə istifadə olunursa, aparatın çatdırmamaq ehtimalı var inşallah. Əgər alveviz çox olsa, aparatın çatdırmamaq ehtimalı ola bilər. Mən bilirəm ki, biz Azərbaycandayıq. İndi elmi danışdım. Gəlin indi bu sistemə logo baş salım. Bu Amerikan üçündür. Bu samavardır. Nə də bu su, yəni limitsiz deyil. Bu su gəlir botkanın içindən, belə deyim də, bir dənə belə sinxron var, hansı ki, sirkulasiya yerdə su fırlanır. Su fırlandığı zaman siz həmin o avadanlığın özü üçün və kofenin dəmlənməsi üçün istifadə olunan sudan çay üçün istifadə edirsiniz. Maşallah ölkə də çayı xoşlayır. Elə tap-patap hamı çay içir deyə. Siz də oradan süzürsünüz deyə. Bu sizin avadanlığınızın probleminə gətirib çıxardır. Siz də problemi çıxardanda səbəbin bu olduğunu bilmirsiniz. Usta gəlir, başqa problemlərlə əlləşir. Bilirsiniz necə? Bir problem yaranır, problem tapılmır və başqa problemlərlə əlləşir. Avtomatik mövzu uzanır. Onun üçün də mütləq dərəcədə mən deyirəm ki, sizə konkret olaraq avadanlıqda burada mütləq boçka olmalıdır. Bunun da içində həmin o suyu boilerin içində, boiler özü də misdən olur. Bunun da içindəki həmin o su ancaq avadanlığa çatsa, o konkret olaraq sizə böyük bir problem yaratmayacaq. Nə pompada, nə suyun soyumağında, nə risk avadanlığının içində suyun qurtarmağında bu tip problemlər sizi narahat eləməyəcək. İkinci məsələmiz sudan sonra üyütmə avadanlığıdır, Greendir. Bu Mazerdir, Coldes elektronikdir. Çox sadə quruluşuna görə mən bunu konkret olaraq bəyənirəm, çünki çox sadədir. Böyük keyfiyyətli, böyük professional üyütmə dərəcəsini, yəni sizin stabil və keyfiyyətli kofe üyütmənizi bu sizə təmin eləyir. Mazer şirkəti ümumiyyətlə jırnavaları ilə seçilir ki, titan jırnavalardan istifadə eləyir və titan olduğuna görə dözümlüdür, uzun ömürlüdür, havalandırması çoxdur. Jırnava, yəni kofe üyüdən dəyirmanların dişləri, o dişlər çox istifadə olunduğu zaman qızmağa başlayır. O qızanda havalandırma sistemi var deyə avtomatik oranı soyutmağa başlayır. Soyutduğuna görə də avadanlığın ömrü və üyütmə stabilliyi uzanır. Bu espresso üyütmə avadanlığında siz bir dənə belə eləyirsiniz, avtomatik bunun içini görürsünüz və içində belə deyim, bunu söküb bəzi hissələrini rahat təmizləyə bilirsiniz. Ümumi avadanlığı sökməyinizə ehtiyac qalmır. Və bütün istifadə də smartdır. 3 dənə belə deyim düyməsi, 4 dənə düyməsi var. Düymənin biri manual üçündür. Yəni istədiyiniz basasız dayanır, istədiyiniz vaxt idarə olunur. Birinci, ikinci, üçüncü də ki, özünüz bildiniz də, biri bassan 4 saniyə üyüdür, biri ikini bassan 5 saniyə, üçü bassan 6 saniyə. Sizin quraşdırmağınızdan asılıdır. Yəni üyütmə avadanlığı olaraq çox güclü avadanlıqdır. Mən çox məsləhət görürəm Mazeri. Bu Coldes'i mən Robresi də məsləhət görürəm. Robres elektronikdə çox güclüdür. Coldes onun daha gəlişmiş formasıdır. Burada fərqli nədir ki, burada üyütmə dərəcəsini siz qıraqdan belə deyim də, belə diş hərəkəti ilə yox, bildiyiniz belə düymə fason bir şeylə idarə edirsiniz. Çox rahatdır, çox belə innovativdir. Avadanlıqda kofenin üyütmə üçün və kofeni dəmləmək üçün mütləq dərəcədə belə bir dənə holder olmalı. Holder yoxsa kofeni dəmləyənməz. Holder götürdünüz. Mütləq bunun için təmizləyirsiniz. Bəzən mən görürəm ki, avadanlığın içindən götürüb hamı üyütmə yerinə əlavə edirlər. Qardaş, restoran deyilsən, bunu dəmləyirsən, normal dəmlə də. Bu mən içirəm də, bununla mən rəqs eləmirəm ki. Ümumiyyətlə mən rəqs eləmirəm. Prosta ki, yəni bu bir zarafat idi. Yəni bunu çıxardandan sonra taxdınız, onun içini təmizləməlisiniz. Birincisi için nəmdir. Üyüdülmüş kofe çox həssas olur. O nəmdir, nəm yeri olmamalıdır, quru olmalıdır. İsti olsa problem yoxdur, amma quru olmalıdır və üyütdünüz, bu tez bazar dəmlənməlidir. Çünki bunun içi də istidir və qrupaya da qoşulanda orada müəyyən dərəcədə istiliyi və nəmişliyi var. Çox saxlasanız o sizin dəmləmənizə təsir edəcək. Tərəzi mütləq dərəcədə mən əvvəlcədən pomol, yəni kofe üyütmə dərəcəsini vermişəm. Espressonun özünə məxsus üyütmə dərəcəsi var. Duzdan kiçik, undan daha böyük üyütmə dərəcəsidir. Əlinizdə espressonun üyütməsini, üyüdülmüş espressonu belə eləyəndə o müəyyən dərəcədə biraz dırıcıq yaranmalıdır. Un kimi olmamalıdır və yaxud böyük duz kimi də olmamalıdır. O ikisinin ortasıdır. Bunu siz yaxınlaşıb gəlib təlimatı öyrənə bilərsiniz. Taranı çıxardıram çox sadə şəkildə. Bizim buradakı kofemiz Savanna blenddir. Bariskaya özəl bir blenddir. Kofe fantastik dərəcədə dadlıdır. Mən dadına heç baxmamışam. Savanna blend əjdahadır, brat. Mən bu kofeni hər gün içirəm. Savanna blend haqqında mən sizə istəyən insana konkret məlumat verə bilərəm və dadlandırmasını edə bilərəm. Bu blendin maraqlı tarixçəsi var və bu blendin yaranma səbəbi var və bu blend bəzi fikirləri sındırır. Bu blend çox önəmli blenddir. Gəlin kim istəyirsə gəlsin, mən o blend haqqında ona danışım. Bu
individuallığa keçir. Kim istəyirsə bəlkə plus qoysun gələndə. Kim istəyirsə plus qoysun, yazsın, mənim səhifəm da var da, yazsın. Gəlsin Rosvizeləyə yazın, gəlin Bariskada mən bu konfransda dadlandırma eləyəm. Hətta gün təyin edə bilər ki, hamı gəlsin. Ki bu blendin dadlandırma eləyək. Savana blend həftəsi. Savana blendi, bəli. Dadlandırma elədik. İndi mən kofeni üyüdürəm. Biri bastım. 3.58 saniyəyə mənə bu 18-20 qram aralığında kofe verir. Yəni 18-20 qramdan yuxarı çox adam dəmləmir. Əslində 22-24 qram dəmləyə bilərsiniz. Prosta bu gücə artıq böyük bir standart hal alıb. 4 saniyə eləyir. Bu çox önəmlidir. 4 saniyə ərzində onu verir sizə. Basıram. 3.58 saniyə üyütdü. Yəqin ki, buradan görürsünüz. Bunun üyütmə dərəcəsi bu formadadır. Yəni görürsünüz, top halında vermir. Yağlıqdan ola bilər. O bəzən espresson görürsünüz ki, kofeni üyüdən zaman görürsünüz burada top verir. Topa. O yaxşı bir əlamət deyil. O topa olan kofelər dəmləmə zamanı narahatçılıq törədir. Biraz bunu dozировка elədik. Kofeni düzgün yaydıq setkanın içində. Üstünə baxdıq bunun qramajına ki 18.7 qram. Manual mən bura biraz da əlavə eləyirəm. Bu oldu 20 qram. 19.9. 20 qram oldu. Setkada düzgün formada bunu yaydım və indi dəmləmə hissəsini keçirik. Məşhur temp. Temp necə olmalıdır? Temp necə olunmalıdır? Birincisi bizdə belə bir alət var. Push temper. Mən üyüdülmüş kofe hansı ki burada üyüdülüb, onu düzləşdirirəm və setkaya düz formada yayıram. Kofe oldu belə. Amma bu temp olunmuyor. Bu sadəcə bunu düzləşdirib tempin düzgün olması üçün müəyyən bir şərait yaradır. Stabilliyə kömək eləyir. Kanallaşmaya icazə vermir. Və kanallaşmada, hətta temp əgər olsa kanallaşmadır, kanallaşmaya icazə vermir. Temper elədiyiniz zaman bəzən pak preslərdən və ya push temperlərdən istifadə edirlər. Hansı o push temper, do basırlar belə. Bəs bu da niyə push temper? Bu da push temper, o da. Bu distributordur. Yəni bu distributordur. Push temper deyil. Bağışlayın. Bu distributordur. Push temper hansı ki basırsız çak eləyir. O bəzən düzgün olmaya bilər. O düz onun bəzi növləri var yaxşı işləyir, bəziləri var ki, bıraq çıxır. Eləyirsiniz, kofedə kanal yaradır, çat əmələ gəlir. Temper elədiyiniz zaman mən bu temp hissəsinin mini manual hissəsini xoşlayıram ki, bu manual olsa düzgün olar. Temper elədiyiniz zaman mütləq dərəcədə temperi holderə yaxınlaşdırdınız. Mütləq dərəcədə temperin hər belə deyim də bölməlisiniz 3 hissəyə, 4 hissəyə öz beyninizdə. Bunun bütün hissəsini əlinizin içində və barmaqlarınızda temperin tutulan hissəsində, ovucunuzun içində hiss etməlisiniz. Məqsəd bunu düzgün şəkildə ora 8-12 kilo verirsiniz əllə. Müəyyən bir saniyə ərzində də bir dənə sıxıb buraxırsınız. Onu düzgün formada verməlisiniz. Bir tərəfə çox, bir tərəfə az versəz, o çox sıxılan hissədən su ayrı, az sıxılan hissədən su ayrı keçəcək. O da kanallaşmaya gətirib çıxardır və disbalans dəmlənmə. Kanallaşma olmaya da bilər, amma disbalans dəmlənmə mütləq dərəcədə olur. Kofemizin sıxılan hissəsi daha çox dəmlənir. O da dadda acılığı çoxaldır, dadı ümumiyyətlə narahat edən dadları çoxaldır, bəzən də quruluq yaradır. Ona görə də biz nə edirik? Bunu düzgün şəkildə temp edirik. Temperi yerləşdirdik, gördük və mütləq dərəcədə görürsünüz bir barmağımı qoymuşam və bu bir barmağımı qoymuşam buradan. Hansı ki mən o temperin hər tərəfini hiss edirəm. Bir dənə sıxdınız, çəkdiniz. Temp olmuş kofemiz hazırdır. 2 dəfə temp eləmək, temperi holderə vurmaq olmaz. Bu 50 ildir deyilir, bunu yeni eləyirsiniz. Temperi holderə vurub içində olan tozları ortaya yığım, temp eləyim. Özünə Amerika kəşf eləmə elə şey yoxdur. Və mütləq holderi götürüb aparatı taxanda çırpmaq eləmək olmaz. Burada üyüdülmüş və müəyyən kilo altında təzyiq görüb temp olunmuş kofe var. Siz burada elədiyiniz hər bir artıq hərəkətlə onun içində çat yarada bilirsiniz. Bu çatlarda suyun birinci o çatdan keçməyinə gətirib çıxardır. Su özünə tez yol tapan bir şeydir. Yəni burada çat olsa su birinci o çatdan keçəcək və sizin bu sıxılmış kofenizi düzgün dəmləməyəcək. Onun üçün də mütləq dərəcədə dəmləyəndə çalışın ki, holderdə artıq hərəkətlər eləməyin. Mən biri götürüb holderi belə eləyir. İçi boş olanda elə də kofe ondan özü kimi göstərsin. Taran çıxartdınız. Mütləq dərəcədə içəridə su yığılıb müəyyən dərəcədə, müəyyən vaxtda oradan su buraxılmır. Həm təmizliyi, həm də suyun temperaturunun qrupbadan, axan yerdən özünə gəlmək üçün bir dənə sleeve deyə adlandırdığımız flash də deyə bilərsiniz, sleeve də deyə bilərsiniz. Bunu suyu buraxırıq 2-3 saniyə. Tam обратный klapanımız işləyir, görürsünüz. Bəzən görürsünüz ki, suyu buradan buraxırsınız, bastırdığınız zaman sıraz dayanmır. O deməkdir ki, обратный klapan işləmir. Bu dayandı. Bunu sakit formada taxdınız, bastınız. Espresso dəmlənir hal-hazırda. Biz indi 20 qram kofedən istifadə eləmişiksə, 40 qram çıxışdan istifadə edəcəyik. Yəni 20 qram üyüdülmüş kofedən 40 qram espresso alırıq. 40 qram 40 milli demək deyil. Çünki milli ilə su ancaq belə deyim, milli ilə qram suda eyni olur. İndi bunun sizə başda lazım ki, niyə görə qram lazımdır?
Biz baxırıq, nəzarət eləyirik, bizə 40 qramı verdi. Hardasa 28 saniyədə kifayət eləyir. Bu elə pamol yaxşı vəziyyətdədir. 28 saniyə ərzində bunu bizə verdi. Bu espresso bölünür su və krem hissəsinə. Kremin özünün həcmi, kütləsi və dadı var ayrıca. O qramla millidə heç vaxt eyni ola bilmir. Çünki özünün ayrıca kütləsi var. Hardasa 40 qram, 36-40 qram, hardasa gəlir 76, 80, 82 milli eləyir. Hardasa, amma həmişə yox. Bu dəyişə bilir. Onun üçün də siz mütləq bunu qramla ölçməlisiniz ki, dadının stabilliyini görə biləsiniz. Bu qədər sadə. Dadına baxırıq. Dadına baxaq zəhmət. Bax da. Yox da biz bir yerdə baxacağıq dadına. Bir yerdə baxın. Bax. Bir dənə dadına bax. Çox kompleksli, çox zəngin, şirin. Kofenin tərkibindəki dad deskriptorları çox komplekslidir, çox zəngindir. Bu kofe 2 növ kofedən bir növü yuyulmuş, bir növü natural prosesdən keçmiş kofenin blendindən əmələ gəlir. Afrika regionundan seçdiyimiz 2 dənə kofesidir. Çox əladır, yəni çox fantastikdir. Mütləq dərəcədə sonra buranı təmizləyirik. Bunu təmizlədiniz, içini təmizlədiniz. Silib elədiniz. Əladır. Doğrudan, həqiqətən. Zarafatsız. Yəni espressonu dəmlədiyiniz zaman konkret olaraq eləyəcəyiniz iş belə də böyük deyil. Sadəcə olaraq bilməlisiniz. Düzgün üyüdmə dərəcəsi olmalıdır. Specialty kofeni 26-27 saniyədən aşağı dəmləmək sizi kofeni az dəmləməyə gətirib çıxardır. 25 uje minimumdur. 25 saniyəyə bəzən siz yaxşı dadlar ala bilərsiniz. O da kofe çox qovrulubsa belədir. Espresson qovurması medium dark və dark olur. Çox tünd kofe alsaz, kofenizdə yanmış dadlar və dənəcidəki yağlılıqlar sizi narahat edə bilər. Bu sizin qrindəyozə də ziyandır. Bu sizin ümumiyyətlə ağzınıza da ziyandır. Çünki kofe yanıb, yanmış kofe niyə içirsiniz? Sizə lazım olan tündlükdürsə, acılıqdırsa, kofenin sərtliyidirsə, siz onu kofeni yandırmadan da ala bilərsiniz. Sadəcə bunu bilən lazımdır. Ölkədə də bunu bilən azdır. Biz məsəl üçün şirkət olaraq kofelərimizi qovurduğumuz zaman kofeni yandırmırıq. Bizim tünd Braziliyamız yanmış deyil. Yəni sadəcə olaraq tünd dadların daha çox ön plana çıxardılmış formasıdır. Bəhbəhlə də içirlər, özümə də ləzzət eləyir. Mən dark Braziliya onu içirəm məsəl üçün. Artıq ölkədə bu da professionallaşır. Əvvəllər yandırırdılar. Yandırıb elə kommersial alan stabil istifadə edin. Ona görə də espressonu dəmlədiyiniz zaman mütləq dərəcədə onun parametrlərinə fikir verin, xarakterlərinə ki, bu yuyulmuşdur, naturaldır, yoxsa necə qovrulub. Qovurması mütləqdir ki, siz bunu biləsiniz. Nə qədər az qovrulubsa, o qədər siz onu dəmləməlisiniz. 8-9 bar təzyiqindən aşağı dəmləmək kofenin təzyiqinin az olduğuna görə bədənsiz və düz dəmləməmiş formaya gətirib çıxardırsınız. Siz bunun normal dadını bilmək istəyirsinizsə, mütləq 8-9 bar təzyiq altına dəmləməlisiniz. Su hardasa 40-50 ppm maksimum kifayət edər. Yuxarı ppm və yaxud aşağı ppmlərdə dəmləməmizə təsir edir. Onlarda da standartlaşdırıb idarə edə bilərsiniz. Bu qədər. Yəni espressonu dəmlədiyimiz zaman siz burada xüsusi bir dənə wow hərəkətlərə ehtiyac yoxdur. Siz sadəcə olaraq düzgün üyütməlisiniz, avadanlıqdan başınız çıxmalıdır. Bunların hamısının dərin və praktika formasını biz baristikada təlimlərdə keçirik. Siz baristikadakı təlimlərə qoşulduğunuz zaman bizdə Fərhad keçir, Lala keçir. Biz bunları keçdiyimiz zaman siz başa düşə bilərsiniz ki, konkret olaraq kofeni necə düzgün dəmləmək və necə düzgün anlamaq lazımdır. Nə qədər dəmləyirsən dəmlə, dəmlədiyin dadına gəlib varmırsan axı. Bu qədər. Bu qədər. Bu bizim bugünkü mövzumuz espresso və ümumi kofe bazarındakı bəzi vəziyyətlərlə bağlı idi. Sualınız varsa yönləndirin, suallarınıza cavab verək. Bu da video formatda olacaq. Gələn videomuz maraqlı olacaq, qonağımız var. Sağ olun, sağlam qalın, vəssalam. Görüşərik. Bəsdir.